Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Hoş gördük sizleri aziz kardeş ve bazılarımız. Mehriban İmamın aleyhissalatü vesselamın əzəmətli məhzərindən sizə duaçıq salamlarımız var. Biz gəlib yetişdik ki dərsimizə. Dərsimizin bu hissəsinə buyurduq ki, övlad tərbiyəsi 3 əsas prinsiplər əsasında qurulur, zəruridir. Sağlam ailə mühiti, uşağın hüquqları və uşağın vəzifələri. Bunları sizin xidmətinizə qismən çatdırdıq. Bunu deməliyik ki, uşaq kəlməsinin öz anlayışı gələcəyimiz deməkdir. Yəni, əgər biz Allahdan övlad istəyiriksə, deməli, öz gələcəyimizi istəyirik. İnsan özü üçün gələcəkdə nə arzulayar? Həmişə yaxşı və xoşbəxtlik arzulayar. Bəs deməli, fitrətən də olsa, dillə də olsa, İnsan zahirən və batinən öz gələcəyini xoşbəxt görmək istəyir və uşaqlarını da həmən formada yetişməsini istəyir. Əməli salih, yaxşı insanların olmaqlığını Allahdan arzu edir, istəyir və bu da onun üçün təbii bir haldır. Sağlam uşaq hər bir evin sevgi və davamı deməkdir. Əgər insan sağlamlıq iki yerə bölünür. Mənəvi və fizik. Ruhi, yəni fizik. Mənəvi deyəndə ruhidir, ruhda deyəndə mənəvidir. Bəs həmən insan, əgər bir insan həm ruhi cəhətdən sağlam olsa, həm fiziki cəhətdən sağlam olsa, bu insan ailə mühitində, xoşbəxt ailə mühitində, mümbit ailə mühitində və müsbət ailə mühitində böyüyübsə, o mübarək Quran-ı Kərimin təbiri ilə desək, gələcəkdə insanlar üçün imamdır, rəhbərdir. Bəs bunun özü bir nemətdir. Onun üçün Allahın mömin bəndələri Allahdan bunu istəyərlər. Bu onlar üçün xoşbəxtlikdir Allah tərəfindən. Bu onlar üçün bir nemətdir, bir nurdur. Bunun öz-özlüyündə Allah dərgahında məqamı var. Bu bir nemətdir. Allah tərəfindən buna verilib. Və hər kəsdə bu arzuda olsa, özünə qiymət qoymuş olur. Bəs deməli, övlad anlayışı gələcək anlayışdır. Sağlam övlad, ruhi və cismi cəhətdən sağlam övlad, mümbit formada dünyaya gəlmiş, yaşamış və tərbiyə görmüş insanlar, övladlar, əməli salih insanlar, övladlar, Allah yolunda olanlar cəmiyyətin müəllimləri ya müəllimələridir. Bu baxımdan Allah bu ruhlara, bu nəfslərə and içib. Və mübarək Quran-ı Kərimin təbiri ilə desək, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu bizim üçün gözəl bir dənə nümunədir. Çünki mübarək Quran-ı Kərimin ayələrinə əgər istifadə eləsə, Həzrəti Haqq Təala belə bir yol göstərir bizə. Allah və onun Peyğəmbəri, yəni Rəsulu və özünüzdən olan əmr sahibləri sizin üçün rəhbərdirlər. Allah və onun Peyğəmbəri sizin üçün usvətul həsənədirlər. Ülgüdürlər, ən gözəl nümunədirlər. Bunlara baxıb özünüzü düzəldin. Deməli, heç bir ailə görə bilməzsən ki, Allahın əhkamı qaydalarına əməl etməsin, amma əməli salih ailə qura bilsin və xoşbəxt ailəyə belə deyək, yetişsin, ailəsində xoşbəxtlik 100% xoşbəxtlik yaratsın və daima da bu xoşbəxtliyi əldə saxlasın və əldən verməsin. Bu mümkün deyil. Allahsız mümkün deyil bu. Bəs deməli, birinci növbədə ailədə Allahın xofu olmalıdır. Vəssalamu aleykum və rəhmətullah.